Kanala abunə olub, videonu bəyənib dostlarınızla paylaşmağı unutmayın. Sual yanvarın 25-i 11-ci siniflərə OTK buraxılış imtahanında salınıb. İfadəni sadələşdirin. Deməli, ilk ikisini bir götürək, ortaq vuruq çıxaraq. X üstü 2 daha kiçikdir. Çıxdı qarşıya. Qaldı x üstə gəl y. Ortaq vuruq çıxarmaq, gördüyümüz hər bir həddə çıxarılan ortaq vuruğa bölmək lazımdır. Yəni, bölüb mötərizənin içərisindəki hədləri almış oluruq. Çıxılsın, buradan da mənfini qabağa çıxarırıq. X üstə gəl y, burada da alınacaq. Sonra baxırsan məxrəcə, məxrəcdə də x daha balacadır. X çıxdı qabağa, qalır x kvadrat, çıxılsın 1. Hardan çıxdı 1? Buradakı x-ı x-a böldük. Bərabərdir. Surətdə ortaq vuruq yenə x plus y-dir. Sonra qalır x kvadrat, çıxılsın 1. Çünki x plus y-i buradan götürdüm axı. 1 qaldı yerinə. Məxrəcdə də x kvadrat çıxılsın 1. Bunlar ixtisar getdi. Qaldı cavab x plus y bölünsün x. Yəni düzgün cavab D variantıdır.